Titanic, White Star Line şirkətinə məxsus Harland və Wolff gəmi tərsanəsində hazırlanmağa başlamışdı. Gəmi White Star Line-ın ən güclü rəqibi olan Cunard Line gəmi şirkətinin gəmiləri ilə rəqabət aparmalı idi. Titanic olimpik tipinə aid 3 gəmidən biri idi. Digər 2 gəmi Titanic'in əkiz qardaşları hesab olunan Olimpik və Britannik gəmiləri Titanic qədər məşhurluq əldə etməmişdi. Titanic hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen John Morgan ödəmişdi. Titanic gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərinə 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsa da daxilində işlərin bitmədiyindən işlər bir il daha uzamışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır. Titanic 269 metr uzunluğa, 28,2 metr enində, 66.000 gross ton ağırlığında olan dövrün ən böyük sərnişin gəmisi idi. Gəmi ümumi şəkildə 3547 sərnişin daşımaq imkanına sahib idi. Titanic təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrinin biri də bağlama və məktubların daşınması üzrə idi. Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanic tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamamı, həm birinci, həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tenis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. Titanicdə bərbərxana və mərkəzi telefon stansiyası fəaliyyət göstərirdi. Gəmi dövrünə görə müasir texniki vasitələrlə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektrik şəbəkəsi vardı. Gəmidə olan bütün elektrik lampaları və enerji ilə işləyən bütün cihazlara elektrik vahid mərkəzdən ötürülürdü. Titanicdə dövrünə görə ən yeni radio sistemi olan Marconi radio sistemi quraşdırılmışdı. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1500 volt enerji sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi. Titanic'in hazırlanması zamanı dizayner gəmiyə yerləşdirəcək qayıqları daha geniş olmasını təklif etmişdi. Belə olan halda Titanic 48 qayıq daşıyacaq və hər hansı hadisə zamanı gəmidə olan bütün sərnişinlər şəxsi heyətin 90% xilas ediləcəkdi. White Star Line şirkəti qayıqların tutumuna artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq, 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirildi. Qanunlara əsasən bu rəqəm ən minimum hesab olunurdu. Bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi. Ticarət Nazirliyindən həmin dövrdə iri həcmli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanicdə qayıqların sayının az olmasının ən böyük səbəbi qayıqların gəminin xarici görünüşündən korlanması iddiası idi. 20-dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və White Star Line şirkətinin rəhbərləri belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Titanic ilk səfərini İngiltərənin Southampton limanından ABŞ-ın New York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tutulmuş, elə həmin tarixdə də səfər başlamışdı. Həmin gün əvvəlcə gəminin şəxsi heyəti gəmiyə daxil olmağa başladı. Gəmi Southampton limanından günorta saatlarında yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edward Smith'in əlində idi. Titanic hərəkətə başlayandan bir neçə saat sonra hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parçalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəminin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanicə göndərilməmişdi. Buz parçaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəslində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə Mesaba adlı gəmi Titanic'in hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanic'dən bir neçə 100 kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parçalarının olması barəsində Titanic'ə bir neçə dəfə siqnal göndərdi. Marconi radio otağında olan Jack Phillips və Horlat Bright siqnalı qəbul etsələr də məlum olmayan səbəblərdən bu barədə kapitana məlumat verməmişdilər. Titanic gəmisində müşahidəsi adlanan 3 qrup fəaliyyət göstərirdi. Hər qrup 2 matrosdan təşkil olunmuşdu. Qruplar 2 saatdan bir yerlərini dəyişirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblərə görə görmə məsafəsi kəskin şəkildə azalmışdı. Ayın görünməməsi, küləyin əsməməsi və havanın dumanlı olması icebergin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Müşahidəçi Fletin icebergin qarşıda dayanması haqqında kapitana xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunurdu. Gəminin sağ tərəfi icebergin zərbəsindən deşilmişdi. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdi.
Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdi. Ümumi hesablamalara əsasən icebergin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdi. Kapitan Edward Smith toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin idarə heyəti tərəfindən tez bir zamanda iclas keçirilir və ümumi qərar qəbul olunur. Titanik yaxın 2 saat ərzində batacaq. Kapitan Edward Smith sərnişinlərə xilasedici jiletlərin paylanmasını və qayıqların suya endirilməsini əmr edir. Zabit Joseph Boxel ilk kömək fişəngini yandırır. Fişəng ağ rəngdə işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verirdilər. Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Buna səbəb kimi Titanikin batmasının heç kim ehtimal etməməsi. Bu fişənglərdə gəminin hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olunurdu. Təhlükə rəngi olmayan ağ rəngli fişənglərin atılmasını tam olaraq anlamayan digər gəmilər bunun əyləncə məqsədi ilə olduğunu düşünürdülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdu. Titanikin kapitan kabinində şimal tərəfdən bir gəminin işıqları göründü. Gəminin Titanikdə olan məsafəsi 16-24 kilometr idi. Bu gəmi nə radiodan gələn siqnalları, nə də 15 dəqiqədən bir atılan fişənglərə cavab verirdi. Bu gəmi ilə bağlı aparılan araşdırmalarda yaxınlıqda olan 2 gəminin kapitanları ifadə vermişdilər. Hər iki kapitan Titanik tərəfdən görülən gəminin görmədiklərini bildirmişdilər. Ancaq hadisənin səhərsi 15 aprel tarixində tək bacası olan gəmini müşahidə etdiklərini bildirmişdilər. Bu gəminin Kaliforniya gəmisi olub-olmaması uzun müddət araşdırılmışdı. Kaliforniya gəmisinin şəxsiyyəti hadisədən sonra aparılan araşdırmalarda daima şübhəli və günahkar vəziyyətdə qalmışdı. Bunun səbəb Kaliforniya gəmisinin Titanik toqquşduğu icebergin Titanikin yolu üzərində yerləşdiyi barədə öncədən xəbərdar olması, gəmi batarkən ona ən yaxınlıqda yerləşən gəmilərdən biri olmasına baxmayaraq SOS siqnallarına heç birinə cavab verməməsi idi. Hadisə gecəsi Kaliforniya görüş məsafəsinin azlığı və qarşıda icebergin olduğu üçün dayanmış vəziyyətdə idi. Kaliforniyanın operatoru gəmidə olan radio sistemi söndürmüş, özü isə yatmağa getmişdi. 14 aprel tarixində Titanikin radio sistemində müəyyən problemlər yaranmışdı və texniklər gün boyu yaranan problemi aradan qaldırmağa çalışırdılar. Marconi radio sisteminin bir müddət işləməməsi göndəriləcək məktubların toplanmasına səbəb olurdu. Kaliforniya gəmisinin operatoru Chris Evans saat 20:00-da yatmazdan əvvəl Titanikə yolların üstündə böyük bir icebergin olması barədə məlumat göndərdi. Ancaq göndərilən məktub səhv yazılmışdı. Həmin dövrdə gəmilərin bir-birinə göndərdikləri səhv yazılmış məktublar etibarsız sayılır, bir növ qarşı tərəfi aldatmaq cəhdi hesab olunurdu. Məktub səhv yazıldığından kapitan kabininə göndərilmədi. Titanikdən bir neçə dəfə göndərilən məktuba qısa bir cavab gəldi. Səsini kəs, indi əlimdə çox iş var. Kaliforniya Titanikə xəbərdarlıq siqnalları göndərsə də Titanik buna əhəmiyyət verməmişdi. Aparılan araşdırmalarda isə məlum olmuşdur ki, hadisə anında Kaliforniya Titanikdən 35 kilometr məsafədə yerləşirdi. Məhkəmənin yekun qərarına əsasən Kaliforniya gəmisinin kapitanı Lord Titanik gəmisini bilərəkdən lazım köməklik göstərməmişdi. Titanikdə olan 2224 nəfərdən sadəcə 750 nəfər xilas olmuşdu. Digər 1514 nəfər isə həlak olmuşdu. Titanikin batması ilə bağlı olan hadisələrdən biri də məşhur Titanik orkestri ilə aiddir. U.S. Hardin rəhbərlik etdiyi 8 nəfərlik orkestr gəminin batmağa başladığı andan etibarən sərnişinləri sakitləşdirmək və müsbət ovqat yaratmaq üçün gəmi batan ana qədər musiqi ifa etməyə başlamışdı. Hartley digər 7 nəfərə qaçmalar üçün icazə vermişdi, ancaq onlar öz qrup rəhbərlərinin yanlarına qalmaq üstün tutmuşdular. Bir çox şahidlərin dediklərinə əsasən Titanik orkestri gəmi batan ana qədər musiqi çalmağa ara verməmişdi. Titanikin batması nəticəsində orkestrin bütün üzvləri həlak olmuşdu. Titanikin batması bütün dünyada şok effekti yaratdı. Sıravi insanlar Titanik kimi müasir bir gəminin bir neçə saat ərzində batmasına inanmırdılar. Gəmi batdıqdan sonra onun batdığı yer uzun müddət məlum olmamışdı. Gəminin qalıqları hadisədən 73 il sonra ABŞ dəniz donanmasının istifadə olan dənizçi Robert Ballard tərəfindən 1985-ci ildə 4000 metr dərinlikdə aşkarlanmışdı.